Bismillahirrahmanirrahim. Digərlərinin üzrünü qəbul eləmək. Hədislərin birində Peyğəmbər salavatullah Həzrəti Ali əleyhissalama xitabən belə buyurur: Ya Ali, ey Ali, mən ləm yəqbəlil uzrə min mutanassilin, hər kəs üzrxahlıq eləyəndən üzrünü qəbul eləməsə, sadiqən əv kazibən, İstər bu üzrxahlıq sadiqən olsun, yəni doğru üzrxahlıq olsun, həqiqətən üzrxahlıq eləmiş olsun, əv kazibən, istərsə yalandan üzrxahlığa gəlmiş olsun, əgər onun üzrünü qəbul eləməsə, ləm yənəl şəfaəti, mənim şəfaətimə yetişməz və yaxud mənim şəfaətim ona çatmaz. Mutanassil, yəni öz səhvindən peşman olan. Hədisin maraqlı nöqtəsi bundan ibarətdir ki, biz bəzən elə başa düşürük ki, biz əgər bilsək qarşı tərəf ki bizdən üzr istəyir, yalandan üzr istəyir, gərək onun üzrünü qəbul eləməyək. Amma hədis bu cür demir. Peyğəmbər sallallahu buyurur ki, hətta bilsən ki, yalandan üzrxahlıq eləyir, yəni qəlbində peşmandır öz əməlindən, bunu bilsən də belə gərək onun üzrünü qəbul eləyəsən. Əgər onun üzrünü qəbul eləməsən, Peyğəmbərin şəfaətinə nail ola bilməzsən. Bu çox qəribə bir təhdiddir. Təhdidin böyüklüyü buna görədir ki, nəticə etibarilə insanlar bir-birlərinə qarşı kin-kudurətli ola bilirlər, bir-birlərindən inciyə bilirlər. İnsan öz həyatını elə qura bilməz ki, insanların hamısı ondan razı qalsın. Bəli, müəyyən qədər insan sənin rəftarlarından razı qala bilər. Amma bir qism insan mümkündür ki, sənin rəftarlarından narazı qalsın və yaxud da səndən incisin. Yəni, insan cəmiyyəti bu cür formalaşıb. İnsan təbiəti bundan ibarətdir. Hamını razı salmaq mümkündür. Amma belə bir cəmiyyətin formalaşmasından ötürü labud və zəruri amil bundan ibarətdir ki, gərək bu kin-kudurətlər, bu inciliklər aradan geçsin. Yəni, qarşı tərəf üzrxahlıq eləsin, müqabil tərəf də onun üzrünü qəbul eləsin. Əgər üzrxahlıq olarsa və onun üzrü qəbul olarsa, bu inciliklər, bu kin-kudurətlər məhəbbətə çevrilir, dostluğa çevrilir. Və bu dostluq və məhəbbətin nəticəsində insan cəmiyyəti formalaşa bilər. Əks halda insanların bir yerdə yaşaması mümkünsüz hala gələ bilər. Ona görə üzrxahlıq mühümdür və ondan da mühümü üzrü qəbul etməkdir. Esselamu aleykum və rəhmətullah.